Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve mürselin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Və növbəti dərsimiz və bu dərsin məsələlərindən başlayırıq. Birinci məsələ 6-cı günün orucu. 6-cı günü oruç tutmaq barəsində. Və necə ki bilirsiniz, alimlər buyururlar ki, elm əhli buyurur ki, əgər səbəb varsa 6-cı günləri oruç tutmaq icazəlidir. 6-cı günləri oruç tutmaq icazəlidir. Məsələn, yəni burada 6-cı günü dedikdə 6-cı günü fərd olaraq tək oruç tutmaq icazəlidir, elm əhli buyurur. Məsələn, Arafa orucu 6-cı günlərinə rast gələrsə və yaxud da bir insan davamlı şəkildə Davud orucu tutur. Yəni Davud orucu necə ki izah elədik ki, Davud orucu bir gün oruç tutmaq, bir gün iftar etmək. Və bu Davud orucu əgər 6-cı günə rast gələrsə, tutmaqda heç bir problem yoxdur. Və alimlər bu barədə ittifaq ediblər. Lakin insanın heç bir səbəbsiz yerə 6-cı günü təkləşdirib oruç tutması alimlər buyurur ki, məkruhdur. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah və İbn Həcər, başqa elm əhli, yəni ümumi şəkildə elm əhli təkləşdirərək tutmağı məkruh görürlər, səbəbsiz. Lakin bunlardan başqa ki, İbn Teymiyyə və İbn Həcər və digər başqa elm əhli var ki, qardaşlar, mutlaq şəkildə icazəlidir deyirlər. Məsələn, İbn Teymiyyə rahimehullah özünün Fətavəl Kubrada, İbn Həcər Fəthül Bəridə, yəni gətiriblər ki, bu alimlərə görə 6-cı günü təkləşdirərək, hətta səbəbsiz yerə də olsa, tutmaq nədir? Mutlaq şəkildə icazəlidir. Lakin elm əhlinin çoxu o görüşdədir ki, 6-cı günü təkləşdirərək o gündə oruç tutmaq məkruhdur. Bəli. Və məkruh olmasına dəlalət edən hədislərdən birində Abu Davud və Tirmizinin rivayət etdiyi hədisdə buyurur ki, Allahın sizə vacib etdiyi oruçdan başqa 6-cı günü oruç tutmayın. Əgər biriniz yeməyibsə bir şey, yəni yeməyə bir şey tapmasa, ağacın budağı olsa belə çeynəsin. Ağacın budağı olsa belə çeynəsin. Və ümumiyyətlə elm əhlinin arasında ixtilaf var bu barədə. Yəni səbəbsiz oruclar barəsində. Və bəziləri deyir ki, icazəlidir və bəzi elm əhli isə deyir ki, icazəli deyil. Və alə kulli hal, yəni əgər səbəbsiz yerə tutulursa, vallahi teala aləm çəkinmək daha yaxşıdır. Və sizdən biriniz məsələn 5-ci, 6-cı günləri və yaxud da 6-cı bazar günləri olsa isə, yəni birləşdirmə şərti ilə tuta bilər. Bəli. Növbəti məsələ Rəcəb ayını oruç tutmaqla xüsusiləşdirmək. Rəcəb ayını oruç tutmaqla xüsusiləşdirmək. Və Rəcəb ayını oruç tutmaqla xüsusiləşdirmək məkruhdur. Necə ki, Həmbəlilərdən Buhuti rahimehullah özünün Kəşşafül Qina və İbn Muflih rahimehullah El-Furu' kitabında və Şeyxülislam İbn Teymiyyə rahimehullah özünün İqtida'us Siratul Müstəqim və İbn Useymin və İbn Qayyum rahimehullah və bu alimlər qeyd etmişlər ki, elm əhli Rəcəb ayını oruç tutmaqla xüsusiləşdirmək icazəli deyil. Və İbn Əbi Şeybənin və həmçinin Tabaraninin Mu'camul Əvsatda və həmçinin Şeyx Albani rahimehullah İrvaul Galil əsərində bir rəvayət gətirir ki, deməli sahabelərdən birindən biri deyir ki, Ra'aytu Umar yadribu akuffan nasi fi Rəcəb. Buyurur ki, İbn Hur buyurur ki, mən gördüm ki, Ömer radiyallahu anhu nə edirdi? Rəcəb ayında o insanlar ki yeməklərdən əllərini saxlayırdılar, o insanların əllərinə vururdu. Ömer radiyallahu anhu. Hətta yada'uha fil cifan. Hətta onlar neynəsinlər? Yemək qablarına əllərini qoysunlar deyə. Və yəqul və deyərdi, kulu yiyin, fə innəmə huvə şəhrun kənə yu'azzimuhu əhlü cahiliyyə. Yiyin. Bu ayı cahiliyə dövründə, yalnız cahiliyə zamanında əziz tutulmuş bir ay idi. Ömer radiyallahu anh nə edirdi? Çəkindirirdi insanları bu şeydən ki, yəni orucla bu ayı xüsusiləşdirmək olmaz. Hansı ayı? Rəcəb ayını. Bəli. Həmçinin Şəvkani rahimehullah özünün Seylül Hirar əsərində buyurur ki, kim digər aylarda daha çox oruç tuturdursa, yəni adəti üzərə oruç tutmaq idisə bu insanın halı və bu münasibətlə Rəcəb ayında oruç tutması icazəlidir, adi bir hal kimi. Məsələn, bir insan hər ayda 3 gün oruç və yaxud da ad günlərin orucu, yəni bu şəkildə davam edirsə adəti üzərə və Rəcəb ayında da oruç tutmasında heç bir bəs yoxdur. Lakin adəti olmayan isə xüsusiləşdirməsin. Yəni, bu ayda tutulan oruclar daha fəzilətlidir deyib, bu ayda oruç tutmasını xüsusiləşdirib. Bəli. Növbəti məsələ 2 bayramda oruç tutmaq. Və 2 bayram dedikdə nə nəzərdə tutulur? Ramazan bayramı və Qurban bayramı.
Və bu bayramlarda oruç tutmağın hökmü elm əhli buyurur ki, haramdır. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Abu Ubeyd Mevla ibn Əzhar buyurur ki, şəhidtul İdə ma'a Umar bin Xattab radiyallahu anh. قال هذان يومان نهى رسول الله صلى الله عليه وسلم عن صيامهما. Mən deyir, yəni Ömər ibn Xattab radiyallahu anhuya yəni şahidlik etdim bayramda və buyurdu ki, Ömər radiyallahu anhu bu iki gün ki var, yəni iki bayram günləri nəhə Rasulullah sallallahu aleyhi ve sellem, Allah Resulü sallallahu aleyhi ve sellem qadağan etmişdir bu günlərdə oruç tutmağı. Və sonra deyir ki, yevmu fitrikum min siyamikum vel yevmul axaru ta'kuluna fihi min nusukikum. Yəni bu iki günü izah eləyərkən deyir ki, yəni o gündə insanlar fitr bayramını keçirdirlər. Yəni oruclarından sonra fitr bayramı keçirdirlər və nusuk, yəni ki, qurban bayramı olan günləri nəzərdə tutmuşdur. Və bu bayram günlərində qardaşlar oruç tutmaq haramdır. Və həmçinin İbn Munzir və İmam Tahavi və İbn Həzm rahimehullah və s. elm əhli icma nəql etmişlər ki, o iki bayramda oruç tutmaq haramdır qəti şəkildə. Bəli. Və necə ki bilirsiniz, növbəti məsələdə necə ki bilirsiniz, təşriq günləri deyən bir günlər var. Hansı ki bunlarda təşriq günləri, yəni murad nədir? Zilhiccənin 11-i, 12-si və 13-cü günləri. Və bu əyyəmut təşriqdə, təşriq günlərində oruç tutmaq da həmçinin haramdır. Və bu günlərdə elm əhli buyurur ki, oruç tutmaq haramdır bu əyyəmut təşriqdə, təşriq günlərində. Və bu elm əhli arasında ittifaqla deyilmiş bir hökmdür. Və həmçinin İmam Abdülbər rahimehullah özünün təmhid əsərində icma nəql edir ki, o təşriq günlərində deməli nədir? Oruç tutmaq haramdır. Zilhiccənin 11-i, 12-si və 13-cü günləri. Yəni hansı ki bu Qurban bayramı ərəfəsi. Və Müslimin rivayet etdiyi hədisdə Əbu Məlih Nubeyşə Əl-Huzəli buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, Əyyəmut təşriqi, əyyəmu əklin və şurb. Yəni bu təşriq günləri yemək və içmək günüdür. Və bu günlərdə oruç tutmaq haramdır. Bəli. Növbəti məsələ şək gününün orucu. Şək gününün orucu. Yəni şək günü dedikdə burada nə nəzərdə tutulur qardaşlar? Şabanın 30-cu günü, yəni 29-cu günü, 30-cu günü. Yəni insan əgər Ramazan ayını görməsə, o şəkdədir. Hələ də Ramazan girib yoxsa yox. Və bunu aradan qaldırmaq üçün, yəni hilalı görməyib Ramazan hilalını, bir nəfər deyir ki, mən deyir Ramazan hilalını görməmişəm. Qoy mən ehtiyat üçün bu gündən oruç tutum. Ola bilsin ki, Ramazan girsin ya girməsin. Ehtiyat eləyir, şək orucu tutur. Və bu da alimlər buyurur ki, haramdır qardaşlar. İcazəli deyil. Necə ki İmam Nəvvi özünün məcmusunda və İmam Məlik və Şafi'i və Əhməd və İbn Hüseymin rahimehullah. Və dəlil olaraq Allah Subhanahu və Teala Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, Euzubillahimineşşeytanirracim, "Fəmən şəhida minkumu-şəhra felyasumhu." Kim o aya şahidlik edərsə oruç tutsun. Yəni buradan nə çıxır qardaşlar? Kim o aya şahidlik etməsə oruç tutmur. Yəqinlik gərəkdirir. Kim şahidlik etsə, yəni burada nə ortaya çıxır? Yəqinən o aya şahid olsan, o zaman sənin üzərinə oruç tutmaq vacibdir. Yox, sən şəkdəsənsə, şəkdə olaraq oruç tutmaq batildir yəni. Haramdır. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Abu Hureyra radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu. La taqaddamu Ramazana bi savmi yawmin və la yawmayn illa raculun kana yasumu felyasumhu. Buyurur ki, Nəbi sallallahu aleyhi ve sellem Ramazanı bir gün veya 2 gün əvvəldən orucla qarşılamayan, qabaqlamayan, ancaq o kəsdən başqa ki, onun vəziyyəti, yəni necədir? Adəti üzrə oruç tutan idi hər ayda. Yəni o kəs istisna olmaqla şəkkə düşüb, ehtiyatən Ramazanı 1-2 gün qabaqlamayan. Yəni bunu etmək də alimlər nə demişdi? Haramdır hökmü. İcazəli deyil. Bəli. Növbəti məsələ qəza orucunun ardıcıllığı. Qəza orucunun ardıcıllığı. Və deyək ki, məsələn, bir insanın Ramazan orucundan müəyyən bir qəzası var. Məsələn, 5 gün və yaxud da 10 gün fərq etmir. Və bu orucları ardıcıl olaraq tutmaq, yəni vacibdirmi, vacib deyilmi? Yəni sən məsəl üçün gəlmirsən Ramazandan sonraki ay və yaxud da ondan sonra ilin hansısa ayı bu orucları, qəzaları ardıcıl mı tutmansan və elm əhli ittifaqla qeyd edib ki, ardıcıl tutmaq vacib deyil qardaşlar. Məsələn, bugün bir qəzanı, 10 gündən sonra bir qəzanı və bu cür tutmaq icazəlidir. Və Allah Subhanahu və Teala'nın ayədə qeyd etməsi ki, فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرٍ
və başqa günlərdə tutmadı. Fəmən kənə minkum məridan əv alə səfərin fəiddətun min əyyəmin uxar. Kim xəstə və ya səfərdə olsa tutmadığı günlərin əvəzində başqa gün oruç tutsun və alimlər, necə ki İbn Nuceym rahimehullah buyurur ki, buradakı Allah Taala'nın gətirdiyi fəiddətun min əyyəmin uxar bu mutlaqdır, müqayyət deyil. Yəni mutlaq şəkildə Allah Taala ümumi deyib. Hər hansısa bir şey qeyd gətirməyib. Buradakı ard-arda tutmalısınız və yaxud da fasilə vermədən tutmalısınız deyə qeyd gəlməyib. Və nə qədər ki şəriətdə bir şeyə qeyd gəlməyibsə, yadınızda saxlayın ki, o ümumilikdə aslında qalır. Tamam? Və ona görə də icazəlidir ki, deməli ara verərək qəzaları ödəyə bilərsiniz. Və həmçinin Buxari rahimehullahın İbn Abbasdan zikr etdiyi bir əsər var ki, hansı ki İbn Abbas radiyallahu anhuma buyurur ki, "La ba'sa an yufarriqa." Yəni arasında ayırmaq, o qəzaların, o Ramazan orucunun qəzalarının arasını ayırmaq nədir? La bəsə, heç bir problem yoxdur. Lakin buradakı istisna məsəl üçün bunun əksi olaraq hansı orucdur ki, onun arasını ayırmaq olmaz? Mutetəbi, yəni bir-birini izləyən oruc olmalıdır. Məsələn, bir kişi Ramazanın gündüzlərində oruclu halda yaxınlıq edərsə, oradakı necə ki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm qeyd etmişdir ki, 2 ay mutetəbi, yəni bir-birinin ardınca, bir-birini izləyən olmalıdır. Yəni bir gün indi tutum, bir gün 2 gündən sonra tutaram, belə olmaz. Mütləq bir-birinə tabe olmalı o günlər, ardıcıl olmalı. Lakin Ramazanın qəzasında isə bu vacib deyil. Bəli. Növbəti məsələ Ramazandan qəza qalıbsa, o biri Ramazana gecikdirmək məsələsidir. Məsələn, bir insan deyək ki, bu Ramazanda yəni üzürlü səbəbdən, xəstəlikdən və s. hansısa bir səbəbdən qəzası qaldı. Müəyyən qədər gün. Və o bu Ramazanın qəzasını gələn Ramazana qədər gecikdirə bilərmi? Gələn Ramazana qədər gecikdirə bilərmi? Elm əhli buyurur ki, gecikdirmək icazəlidir. Gələn Ramazana qədər gecikdirmək icazəlidir. İl ərzində bir Ramazandan o birisi Ramazana 1 ildir. Yəni 11 ay. O 11 ay ərzində istənilən vaxt tuta bilərsən, gecikdirə bilərsən o birisi Ramazana qədər. Lakin əfsəl olan elm əhli deyir ki, tələsmək daha əfsəldir. Necə ki, Ali İmran surəsinin 133-cü ayəsində Allah subhanahu wa ta'ala buyurur ki, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ. Yəni, Rəbbinizdən olan məğfirətə, yəni bağışlanmağa tələsin. Ona görə də xeyir əməldə tələsmək lazımdır. Lakin icazəlidirmi? Bəli, icazəlidir. Lakin burada alimlər bir şərt qoyublar ki, o birisi Ramazana yetişməsin. Və alimlər bu icazəni də ittifaqla qeyd ediblər. Və Buxari Müslimin rəvayət etdiyi bir hədisdə buyurur ki, كَانَ يَكُونُ عَلَيَّ الصَّوْمُ مِنْ رَمَضَانِ فَمَا أَسْتَطِيعُ أَنْ أَقْضِيَهُ إِلَّا فِي شَعْبَانِ. Və Ayşə radiyallahu anhədən gəlir ki, deməli, mənim üzərimdə Ramazanın qəzası var idi. Və mən onu deməli, qəza etməkdən aciz idim. Mən onu ancaq Şaban ayında qəza edə bildim. Yəni Şaban, Ramazana 1 ay qalmış. O biri Ramazana 1 ay qalmış qəza edib. Və bu da onu göstərir ki, heç bir problem yoxdur. Yəni deməli, bu Ramazandan qəza qalıbsa, digər Ramazanın girişinə qədər onu yerinə yetirə bilərsən, qəza ödəyə bilərsən. Və növbəti məsələ üzürsüz qəzanı gecikdirmək. Üzürsüz şəkildə, heç bir şəri üzür olmadan. Yəni, nə sənin çətinliyin var, nə rahat. Yəni, sən qadirsən bu qəzanı yerinə yetirməyə. Və bu insan o insandır ki, üzürsüz şəkildə qəzanı gecikdirir, hətta digər Ramazan girənə qədər. Sənin il ərzində heç bir şəri üzrün olmayıb ki, sən o qəzanı ödəməyəsən. Və gözləmsən, hətta bir də baxmısan ki, digər Ramazan girib. Və alimlər, elm əhli qardaşlar, elm əhli 2 rəy üzərinə ixtilaf ediblər. Yəni, bu insan neynəməlidir? Artıq bu Ramazan girib və keçən Ramazandan üzürsüz şəkildə bunun qəzası var və tutmayıb. Birinci rəy odur ki, görüş odur ki, alimlərdən, elm əhlindən bəziləri deyir ki, qəzanı ödəyir. Yəni, keçən Ramazanın qəzasını ödəmək mütləqdir. Bu qəzanı ödəyir, lakin nə vaxt? Diqqətli olaq. Bu Ramazanda mı niyyət eləməlidir qəzaya? Yoxsa yetişən Ramazanı yerinə yetirib də Ramazandan sonra mı keçmiş Ramazanın qəzasını ödəməlidir? Cavab odur ki, bu Ramazanı, yəni haqq hansınındır? Haqq hal-hazırda olanındır. Və bu Ramazanı yerinə yetirirsən, niyyət edirsən və Ramazandan sonra isə keçmiş qəza etdiyin Ramazanın qəzalarını yerinə qoymalısan. Lakin burada elm əhli niyə görə ixtilaf ediblər qardaşlar? Elm əhli bəziləri birinci görüşdə olanlar deyirlər ki, qəza onsuz da ödəməlidir, qəzanı tutmalıdır. Və bununla yanaşı ədəbləndirmək üçün
fidyə ilə birlikdə eləməlidir bunu. Yəni gəlib bu Ramazan çatıbsa, bu Ramazanı tut və hər gün bir nəfəri yedizdir. Və Ramazan bitdikdən sonra sənin o geriyə qalan nə qədər ki qəzan var idi, o qəzanı da ödə. Və necə ki, cümhur alimlər bu görüşdədirlər. İmam Məlik və Şafii və Əhməd və İbn Qudamə özünün Muğni əsərində buyurur ki, sahabələrdən də bəziləri bu görüşdə idi. Necə ki, İbn Abbas, İbn Umar, Abu Hureyra, tabiinlərdən Mücahid, Said ibn Cübeyr, İmam Məlik, Sufyan as-Savri, Əvza'i, İmam Şafii və İshaq ibn Rahawayh. Və dəlil olaraq əsər gətirirlər ki, Beyhaqidən Abu Hureyra radiyallahu anh deyir ki, bir nəfər bizim zamanımızda, yəni xəstəliyi səbəbilə Ramazan orucunu qəza etdi. Və növbəti Ramazan yetişənə qədər o orucu tutmadı. Və sonra Ramazan orucunu tutdu və hər buraxdığı o qəza üçün bir nəfəri yedizdirdi. Sonra da ötürdüyü o Ramazanın qəzalarını yerinə qoydu. Yəni qaytardı, qəza etdi. Bəli. Və həmçinin İbn Qudamə rahimehullah özünün Muğni əsərində buyurur ki, İbn Umar və İbn Abbas, yəni bunlardan nəql edir ki, İbn Umar və İbn Abbasdan "At'in an kulli yawmin miskinan." Yəni hər gün üçün bir nəfəri yedizdir. Və sonra İbn Qudamə rahimehullah davam edir sözünə ki, "Və lam yurwa an ghayrihim min as-sahabati khilafuhu." Və deyir ki, bunlardan başqa sahabələrin bu şeyə xilaf olduğu görülməyib. Yəni heç bir sahabə buna xilaf olmayıb ki, yox, yedizdirməsin. Və ikinci qism alimlər isə deyirlər ki, qardaşlar, ikinci qism alimlər deyirlər ki, fidyə yoxdur. Sadəcə qəzanı tutmalıdır. Və bu da Abu Hanifə rahimehullah, İmam yəni Kəsən rahimehullah Bəda'i-us-Sana'i əsərində Hənəflərdən ona və İbn Həzm və Şevkani və müasir alimlərdən İbn Hüseyn rahimehullah. Və həmçinin İbn Munzir rahimehullah özünün Əl-İşraf əsərində Həsən el-Basridən və İmam Ən-Nəxaidən deməli nəql etmişdir bu görüşü. Və dəlil olaraq Allah Subhanahu wa Ta'ala Bəqərə 184-cü ayəsini gətirmişlər. "Fəmən kənə minkum məridan əv alə səfərin fəiddətun min əyyamin uxar." Fəiddətun min əyyamin uxar. Və ki, sizdən biriniz xəstələndiyi və yaxud da səfərdə olduğu zaman tutmadığı günlərin əvəzində qoy orucunu qaytarsın. Və burada da Allah Subhanahu wa Ta'ala alimlər demək istəyir ki, heç bir yəni şərt gətirməyib və yaxud da kəffarə gətirməyib. Və buna görə də Allah daha doğrusunu bilir. Yəni burada vacib deyil. Vacib deyil ki, sən kəffarə verəsən, yəni fidyə verəsən. Sadəcə bu Ramazanı tutursan insanlarla bərabər Allaha tövbə etməlisən. Bu böyük şərtdir. Çünki bu necə ki İbn Hüseyn rahimehullah buyurur ki, sənin bu Ramazanı çatdırmağın artıq bu günah olaraq sən kifayət edir. Ona görə də eləməlisən, birinci növbədə Allaha tövbə eləməlisən və bu Ramazanı insanlarla bərabər tutmalı və Ramazandan sonra isə tutmadığın Ramazanın qəzasını yerinə qoymalısan. Bəli. Növbəti məsələ, deyək ki, bir insanın Ramazandan qəza orucu var. Və bu qəza orucu olduğu halda sünnət orucu tuta bilərmi? Yəni fərqi yoxdur, istənilən sünnət orucları. Məsələn, elə Ramazanın orucu, deyək ki, Ramazandan müəyyən qədər qəza qalıb, gəlib çatmışsan və eşitmişsən ki, Şəvval ayının 6 günü tutmaq fəzilətlidir. Və bunu sən yerinə yetirməkdən ötürü əvvəlcə qəzanı mı ödəməlisən, yoxsa heç bir problem yoxdur, sünnəti də qəzadan əvvəl tuta bilərsənmi? Və bəzi elm əhli bunu məkruh görüblər, qardaşlar. Yəni, qəzanın haqqının daha əvlə olmasını bildirirlər. Çünki qəza nədir? Vacibdir, digər isə sünnətdir. Və bəzi alimlər isə icazəli görüblər. Və ümumi olaraq cümhur alimlər, Əbu Hanifə və Məlik və Şafii və Əhməddən bir rəvayətdə qeyd olunur ki, qəza ödəmədən də sünnət orucunu tutmaq icazəlidir. Və əgər vaxt genişdirsə, məsələn, Şəvvalın 6 günü, deyək ki, sən sünnət orucuna müvafiq olmaq istəyirsənsə, yəni vaxt genişdir. Baxmayaraq ki, bəzi alimlər ixtilaf etsə də bu barədə doğru olan, tərcih etdiyimiz görüş odur ki, inşallah ki, yəni tuta bilərsən, heç bir problem yoxdur. Yəni sünnət orucunu o qəzadan önə keçirə bilərsən və bu fəzilətdən məhrum olmamaq üçün. Və sonra isə, yəni Ramazandan qalan o qəzaları yerinə qoya bilərsən. Bəli. Və növbəti məsələ, bir şəxsin üzərinə oruc vacib olduğu halda ölərsə. Məsələn, hansı ki, üzürlü səbəbdən dolayı xəstələnib bir insan və Ramazan orucunu və yaxud da biz burada vacib oruclar deyəndə hansını nəzərdə tuturuq? Ramazan orucu, kəffarə, qəza, nəzir orucu, yəni bu şeylər vacib oruclar sayılır. Bu vacib orucları
üzərində bir üzürlü səbəb olaraq. Məsələn, xəstələndiyi insan Ramazan orucunu tuta bilmədi və beləcə davam etdi, sağalmadı və dünyasını dəyişdi. Və bu şəkildə ölərsə, onun üzərində heç bir şey yoxdur. Və ona görə də həmin şəxsə görə fidyə ödəmək də vacib deyil. Fidyə ödəmək də vacib deyil. Yəni müstəhəbdir, istəyən olsa ödeyə bilər, lakin vacib deyil. Və bunu ittifaqla söyləyiblər elm əhli. Və İbn Qudamə rahimehullah özünün Muğni əsərində deyir ki, o insanın üzərindən əsl olan odur ki, o insanın üzərindən vaciblik düşür. Çünki onun şəri bir üzrü var. Şəri bir üzrü var, bəli. Lakin növbəti məsələdə bunun əksi olarsa, birinin üzərinə oruc vacib olduğu halda, yəni kim ölər və üzərində o borc qalarsa, hansısa bir vacib oruc qalarsa, nəzir orucu, kəffarə və ya Ramazandan dediyimiz kimi və bu halda ölərsə və deyək ki, bu insanın şəri bir üzrü olmayıb, sadəcə Ramazanda tutmayıb, deyib ki, tutaram, arxayın olub və ölüm mələyi aparıb və dünyasını dəyişib. Allahdan diləyirik ki, hər bir müsəlmana və içi biz qarışıq hüsnül xatimə və bütün ibadətləri təqsirkar yox, yerinə yetirmiş şəkildə dünyasını dəyişənlərdən etsin. Allahümə əmin. Və gözəl sonluq nəsib etsin. Və bu insana, qardaşlar, heç bir şəri üzür səbəb olmadan bunları buraxarsa, oruçları buraxarsa və bu şəkildə dünyasını dəyişərsə, elm əhli deyir ki, vəlisi onun yerinə oruç tutmalıdır. Yəni vəlisi kimlərdir? Onun vəlisi, yəni yaxınları onun yerinə oruç tutmalıdır. Lakin vəlilərin onun yerinə oruç tutmağı müstəhəbdir, qardaşlar. Vacib deyil. Yəni bu elə başa düşülməsin ki, bu vacibdir, vacib deyil. Və bunu İmam Şafi və İmam Nəvavi və İbn Baz və İbn Hüseyn rahimehullah yəni qeyd etmişlər. Və dediyimiz kimi vəliyə onun yerinə oruç tutması müstəhəbdir, vacib deyil. Müstəhəbdir, bəli. Və vəli də kimdir, qardaşlar? Vəli varislərdir. Yəni kimə məsələn, yəni mirasdan pay düşürsə, ölən insanın mirasından kimlərə pay düşürsə, ən yaxınları, elə deyilmi? Ata olsun, oğul olsun, qardaş olsun, yəni vəlilər bunlardır. Və kim ölərsə üzərində o Ramazan orucu, yəni boynunda olaraq ölərsə üzrü səbəbdən, yəni onun varisləri onun yerinə oruç tuturlar. Əgər oruçdan boyun qaçırarlarsa, o zaman nə edirlər? Fidyə verirlər. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Ayşə radiyallahu anhadan gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu. Mən mətə və aleyhi siyamun samə anhu veliyyuhu. Kim üzərində bir oruc qəzası olaraq, oruc borcu olaraq dünyasını dəyişərsə, samə anhu veliyyuhu. Vəlisi onun yerinə oruç tutur. Və İbn Hüseyn rahimehullah buyurur ki, və biz burada hədisə fikir versək, hədis bizə xəbər verir. Samə anhu veliyyuhu. Yəni vəlisi onun yerinə oruç tutur. Və digər dərslərimizdə də bu qaydaya biz diqqət çəkərkən dedik ki, bəzi xəbərlər var ki, əmr mənasında gəlir. Elə burada olduğu kimi, yəni demək istəyir ki, xəbər əmr mənasındadır, yəni vəlisi onun yerinə oruç tutsun. Lakin burada xəbər əmr mənasında gəlsə də vacibliyə dəlalət etmir. Vacibliyə dəlalət etmir. Çünki biz dedik ki, vəlisinin onun yerinə oruç tutması vacib deyil, müstəhəbdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu əmr mənasında dediyi bəs onu müstəhəbliyə salan nədir? Müstəhəbliyə salan nədir? Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki, Ənam surəsi 164-cü ayədə وَلَا تَزِرُ وَازِرَةُ وِزْرَ أُخْرَى. Heç kim başqasının yükü ilə yüklənməz. Bu dəlalət edir ki, Allah Teala'nın bu ayəsi dəlalət edir ki, yəni eləcə də vəliyə ölən bir şəxs üçün, yəni onun orucunu tutması vacib deyil. Onun orucunu tutması vacib deyil, müstəhəbdir sadəcə. Və başqa bir hədisdə, Buxari Müslimin rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anhümədən gəlir ki, bir nəfər Allah Resulü sallallahu aleyhi və səlləmə gəlir deyir ki, ya Resulullah, innə ummi mətət. Anam vəfat edib. Və aleyhə savmu şəhərin. Və onun üzərində bir aylıq nə var? Qəza var. Və sonra buyurur ki, əfə aqdiyəhu anhə. Mən onun yerinə qəza edə bilərəm. Və Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, qalə nəam. Fədeynullahi əhəqqun ən yuqda. Əhəqqu ən yuqda. Yəni Allahın borcu ödənməyə daha layiqdir. Yəni buradakı hədis ümumiyyətlə Allah Resulü sallallahu aleyhi və səlləm buradakı hədis qısadır. Orada Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, əgər ananın bir kəsə borcu olsaydı, yəni onu ödəyərdinmi? Yəni buyurur ki, bəli ya Resulullah. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Allahın borcu daha haqlıdır. Və bunun qəza ilə dünyasının dəyişməsi Allah olan borclarındandır və Allahın borcu daha haqlıdır ki, ödənsin. Ona görə də kim yaxınlardan
Yəni Ramazan orucu vacib oldu, lakin tutmadı, onun yerinə qəza tutmaq olar. Lakin bu vacib deyil, müstəhəbdir. Əgər tutulmazsa, onun yerinə hər gün üçün bir nəfəri yedizdirmək icazəlidir. Və növbəti məsələdə yaşayan biri üçün yaxşı bunu etmək olarmı? Dedik ki, ölü üçün etmək olar. Yaşayan biri üçün etmək olarmı? Cavab odur ki, xeyr. Necə ki, İbn Həzm rahimehullah icma nəql edir ki, başqasının yerinə ibadət edilməz. Yəni ibadət elə bir şeydir ki, hər insanın özünün yerinə yetirəcəyi bir şeydir. Məsələn, bəzi bidət əhli var, deyir ki, mənim yerimə namaz qıl və yaxud da mənim yerimə məsələn Kəbəyə gedir və deyir ki, müqəddəs yerə gedirsən, mənim yerimə 2 rükət orada namaz qıl. Belə bir şey yoxdur qardaş. Bu bidətdir yəni. Ona görə də icma nəql olunur ki, İbn Həzmdən bu icazəli deyil. Bir kəsin yerinə yaşayarkən oruç tutmaq və s. bu şeylər icazəli deyil. Bəli. Və növbəti məsələ bir şəxsin üzərinə oruc, yəni bir şəxs oruca, vacib orucuna başlayarsa, o orucu heç bir səbəb olmadan, üzür olmadan yarıda kəsmək olarmı? Məsələn, istər Ramazan orucu olsun, istər qəza orucları olsun, istər kəffarə olsun və yaxud da nəzir orucu olsun. Yəni Ramazan daha betərdir. Ramazan daha pisdir. Və bu vacib oruclarda yəni kəsməsi icazəlidirmi? Məsələn, insan istəmir, deyir mən oruç tutmuram, mən yeyirəm yəni. Bu şəkildə etməsi alimlər buyurur ki, haramdır. Və üzərinə əgər belə edərsə, üzərinə tövbə etməsi vacibdir və günah daşıyır o insan. Ancaq nə ilə icazəlidir qardaşlar? Şəri üzrü olarsa. Və bu da nədir? Xəstəlik olarsa və qadınlarda heyz olarsa və yaxud da digər səbəblər səfərə çıxarsansa, bu zaman ittifaqla icazəlidir. Və Muhammed surəsi 33-cü ayədə Allah təala buyurur ki: "Və la tubtilu a'malakum." Əməllərinizi batil etməyin. Yəni insanın öz əli ilə öz əməlini batil etməsi haramdır. Bəli. Lakin müstəhəb orucda isə, dedik ki, vacib oruclarda bu haramdır. Müstəhəb orucda isə əsl olan tamamlamaq müstəhəbdir. Yəni orucu sübh namazından məğrib namazına qədər davam etdirmək və tamamlamaq müstəhəbdir. Vacib deyil. Necə ki, İmam Şafi və Əhməd və bir çox sahabədən İbn Ömər və Ali radiyallahu anhu və digər sahabələrdən nəql olunmuşdur. Və İbn Seyyid rahimehullah müasirlərdən. Və məşhur hədis necə ki bilirsiniz, bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhənin yanına gəlir və soruşur. Deyir ki, sizdə yeməyə bir şey varmı? Və buyurur ki, xeyr ey Allahın Rəsulü. Və deyir ki, o zaman mən orucam. Və bu hədisin davamı olaraq Müslimdə bu hədisi yəni gətirir ki, davamı olaraq və növbəti gün Peyğəmbər sallallahu aleyhi və səlləm olduqda Ayşə anamız soruşur. Yəni Ayşə anamız deyir: "Ya Rasulullah, bizə filan kəsdən xurma, yağ və kəşmirdən hazırlanan taam hədiyyə edilib." Yəni yemək. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, onu mənə göstər. Və sonra deyir ki, mən artıq oruclu olaraq sabahlamışdım. Beləcə o taamdan yedi. Və bu da ona dəlalət edir ki, müstəhəb orucları kəsmək icazəlidir. Heç bir problem yoxdur yəni. Vacib oruclarda isə qardaşlar bu haramdır, icazəli deyil. Bəli. Və nafilə oruclarında necə ki dedik ki, müstəhəb oruclarda, nafilə oruclarında kəsmək icazəlidir və nafilə orucları pozularsa müəyyən bir səbəbdən və yaxud da insan özü istəməsə və pozarsa, nafilə orucların qəza edilməsi vacib deyil. Və bir insan deyək ki, yəni nafilə oruc tutub və yarıda saxlayıb və bunu qəza etməsi vacib deyil. Edərsə də heç bir maneə yoxdur. Necə ki İmam Şafi və Əhməd və sələfdən və sahabədən Ömər radiyallahu anhu, Ali radiyallahu anhu və İbn Məsud radiyallahu anhum və s. digər sahabələrdən də bu görüş deməli nəql edilmişdir. Bəli. Və üzürsüz şəkildə əgər bir kəs heç bir üzür olmadan Ramazanda iftar edərsə, yəni necə ki dedik ki bu haramdır və onun üzərinə nə vacib olur? Həmin günün qəzasını etmək vacib olur və günün digər yarısını yeməkdən, içməkdən uzaq durmaq və Allaha tövbə etmək. Kəffarə isə yoxdur qardaşlar. Yəni kimsə desə ki, məsələn fidyə varmı? Fidyə yoxdur, kəffarə yoxdur. Bəli. Növbəti məsələ, inşallah bu məsələdən biraz qeyd edək və bununla yekunlaşdıraq bu günü inşallah. Etikaf məsələsi. Etikaf. Etikaf nədir qardaşlar? Etikaf lüğəvi mənada bir şeyə yönəlmək və ondan ayrılmayıb özünü oraya həbs etmək deməkdir. Yəni məsciddən ayrılmayıb ibadətə qapandığına görə insanın ona görə bu cür adlanıb. Yəni akif və yaxud da mu'təkif, yəni özünü həbs edən, özünü bağlayan. Bəli. İstilahi mənası isə, tərifi isə qardaşlar, huvel iqamətu fil məscidi
biniyyətit təqarrubi ilallah leylən kana aw naharan. Yəni bir insanın özünü məsciddə iqamə etməsi, yəni məsciddə olması biniyyətit təqarrub Allaha yaxınlaşmaq niyyəti ilə gecə, istər gecə olsun, istər gündüz. Yəni gecə də gündüz də orada qalmasıdır. Etikafdan məqsəd, bəzi alimlər bu etikafdan məqsədlər qeyd edirlər və onlardan qəlbin Allaha itaətlə qapanması, diqqətin Allah Taalaya yönəlməsi, Allah ilə xəlvətə çəkilmək və məsələn, necə İbn Qayyim rahimehullah buyurur ki, insanlarla məşğuliyyəti kəsmək, əlaqələri kəsmək və qəlbin dünya işlərindən boşaldılması və yalnız Allah ilə, ibadətlə, zikirlə, Quranla, namazla özünü həbs etmək deməkdir. Yəni bir insan etikafda qalması o deməkdir ki, bütün günü telefon əlində, yəni sosial şəbəkələrdə və s. Xeyr. Etikafın mənası bu deyil qardaşlar. Etikaf nədir? Sən özünü təcrid edirsən, uzaqlaşdırırsan, xəlvətə çəkilirsən Allahla. Niyə? İbadət məqsədilə. Sadəcə sənin həyatında etikaf boyunca nə olur? Həyatında Quran-Kərim, zikir, namaz, ibadət, dua və s. Etikafın hökmü barəsində elm əhli buyurur ki, kişi və qadınlar üçün etikaf etmək sünnətdir. Lakin qadınlarda bir şərt var ki, necə ki, Sərəxsi rahimehullah buyurur ki, hənəflərdən, əgər qadınlarla kişiləri ayıran yer varsa, məsələn, qadınların özünün ayrıca musalləsi varsa və yaxud da ki, elə yerdir ki, qadınlarla kişinin arası divarla və yaxud da ki, hansısa bir pərdə ilə örtülür və bu şəkildə əgər qadınlarla kişilərin arası örtülü bir yerdə olarsa, qadınlara da etikaf etməkdə heç bir bəs yoxdur. Necə ki, Müslimin rəvayət etdiyi hədisdə Əbu Səid Əl-Xudri radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem Ramazan ayının əvvəlki 10 günündə etikaf etdi. Diqqətli olaq. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem ortasında 10 gündə etikaf etdi. Yəni bu Allah Resulü niyə görə əvvəlində ortasında etikaf edir? Ona görə ki, hələ də Qədr gecəsi nə vaxt olur? Vəhy olunmamışdı. Və Allah Resulü ehtiyatən əvvəlində 10 gün etikaf etdi, ilkin dönəmlərdə və sonra ortasında 10 gün etikaf etdi. Sonra çadırdan başını çıxarıb insanlarla danışdı. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, mən Qədr gecəsini axtararaq ilk 10 gündə etikaf etdim. Sonra orta 10 gündə etikaf etdim. Sonra mənə vəhiy gəldi ki, Qədr gecəsi axır 10 gündədir. Və sizlərdən kim istəyirsə etikaf etsin. Və beləcə insanlar onunla birlikdə etikaf etdilər. Bəli. Və qadınların icazəli olmasına dəlil isə Buxarinin rəvayət etdiyi hədisdə Ayşə radiyallahu anhədən gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem zövcələrindən biri ilə etikaf etdi. Bəli. Etikafın şərtləri qardaşlar, birinci şərti müsəlman olmaq, yəni İslamdır. Və alimlər ittifaqla bunu qeyd ediblər. Allah Subhanahu wa Taala Tövbə surəsinin 54-cü ayəsində buyurur ki: وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ. Rəbbimiz buyurur ki, onların xərclədikləri nəfəqalar qəbul olunmasına mane olan yalnız odur ki, onlar Allahı və Rasulunu inkar etdilər. Yəni onların verdiklərinə, xərclədiklərinə mane olan nə oldu? Allahı və Rasulunu inkar etməkləri, küfürləri. Yəni kafirlərin ibadəti qəbul olmaz qardaşlar. Bu ümumi bir qaydadır, yadınızda saxlayın inşallah. Kafirlərdən niyə görə qəbul olunmur? Necə ki Allah Teala deyir ki, onların verdikləri qəbul olunmaz. Niyə görə? Ennehum keferu billahi və bi rasulihi. Allah və Rasuluna küfr etdiklərinə görə. Və həmçinin alimlər qeyd edir ki, Elm-Əhli Furqan surəsinin 23-cü ayəsində وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا. Yəni biz onun qiyamət günü onların əməllərinə baxarıq və onları soyulmuş toz zənəciyinə çevirərik. Yəni kafirin əməlinin heç bir faydası olmayacaq. Bəli. Və sonra növbəti şərt ağıldır. Alimlər bunda da ittifaq ediblər. Necə ki, İbn Məcə və Nəsəinin Ayşə radiyallahu anhədən rəvayət etdikləri hədisdə buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi: "Rufi'al qalamu an thalathah." 3 nəfərdən qələm qaldırılıb. Yəni onlar mükəlləf deyillər. Anin naimi hatta yestayqiza. Yatan oyana qədər. Və anis-sagiri hatta yakbura. Yəni kiçik, balaca, yəni kiçik yaşda olan böyüyənə qədər. Və anil-mecnuni hatta yaqil. Və məcnun ağıllanana qədər. Və ağıl da etikafda şərtdir. Bəli. Və həmçinin alimlər buyururlar ki, əsas şərt innəməl əməlu bin-niyyət, əməllər niyyətlərə görədir və ağlı olmayan insanın niyyəti yoxdur əslən. Və üçüncü şərt təmyiz, yəni seçmək iqtidarı olması, seçə bilməsi.
Və alimlər bunda da ittifaq ediblər. Yəni innəməl a'malu bin-niyyət. Yəni həmin hadisə qayıdır ki, əməllər niyyətlərə görədir və seçə bilməyən insanın niyyəti yoxdur. Bəli. Növbəti əsas şərtlərdən biri də necə ki bundan qabaq da qeyd etdik, niyyətdir qardaşlar. Niyyət mühümdür. Hər bir əməldə niyyət şərt olduğuna görə və etiqafda da niyyət şərtdir. Və bir insan əgər niyyət etmədən etiqafa daxil olarsa, digər əməllər kimi onda etiqafı batildir. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki: "İnnemel a'malu bin-niyyah" və yaxud da "İnnemel a'malu bin-niyyat". Həqiqətən əməllər niyyətlərə görədir. Bəli. Və qadınlar üçün bir şərt var ki, qadının ərindən icazə alması. Qadının öz ərindən icazə alması. Və alimlər bunda da bu şərtdə də ittifaq ediblər. Necə ki, Buxari Müslim rivayet etdiyi hədisdə Ayşə radiyallahu anhadan gələn hədis deməli buyurur ki, Allah Resulü sallallahu əleyhi və səlləm Ramazanın son 10 günündə etiqaf etməyə qərar aldı. Və Ayşə anamız ondan icazə istədi. Və Peyğəmbərimiz də ona icazə verdi. Və sonra Hafsa radiyallahu anhə də Ayşə anamızdan xahiş etdi ki, onun üçün də icazə istəsin. Rasulullah sallallahu əleyhi və səlləm. Və o da həmin icazəni aldı. Və sonra Zeynəb binti Cəhş radiyallahu anhə bunu gördükdə o da etiqaf etmək üçün məsciddə bir çadır qurulmasını əmr etdi. Və onun üçün də çadır quruldu. Fikir verin, ikisi icazə aldı, biri isə icazəsiz etdi. O ikisini görüb. Diqqət edin indi. Və Ayşə radiyallahu anhə dedi ki, Allah Resulü sallallahu əleyhi və səlləm namazı qıldıqdan sonra çadırına gedərdi. Bir gün qurulmuş bu çadırları gördü və soruşdu. Bunlar nədir? Və dedilər ki, bunlar Ayşə, Hafsa və Zeynəbin çadırlarıdır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, sallallahu əleyhi və səlləm bununla xeyirxahlıq, yəni səmimi ibadət etmək mi istədilər? Və sonra buyurdu ki, mən etiqaf etmirəm. Beləcə etiqafdan vaz keçdi və Ramazan bitdikdən sonra isə Şəvval ayında 10 gün etiqaf etdi. Şəvval ayında 10 gün etiqaf etdi. Yəni, bu da hədis ümumi olaraq göstərir ki, bizə qadın ərindən icazə almalıdır. Əgər icazə vermirsə, etiqaf etmək olmaz. Bəli, yəni qadın üçün şərtdir bu. Yadınızda saxlayın inşallah. Və həmçinin hədisdən çıxan başqa bir fayda da var ki, qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləm etiqafını vaz keçdi etiqafdan. Və sonra deyir ki, Ramazan bitdikdən sonra Şəvval ayında 10 gün etiqaf elədi. Bu da onu göstərir ki, etiqaf etmək ilin istənilən vaxtında insan etiqaf edə bilər. Yəni bu Ramazana xas bir şey deyil. İstənilən vaxtı etiqaf etmək icazəlidir. Və dəlil olaraq da bu hədis yetərlidir. Və sonuncu məsələmiz deməli məsciddə olması şərti. Yəni etiqafın məsciddə olması şərti. Hansı ki Allah Subhanahu va Taala buyurur ki, Bəqara surəsi 180-ci ayədə: "Və la tubashiruhunna və antum aakifun fil masajid. Tilka hududullah, fala taqrabuha. Kəzalika yubayyinullahu ayatihi lin-nas la'allahum yattaqun." Allah Taala buyurur ki, qadınlara etiqafda olduğu məscidlərdə etiqafda olduğunuz müddətdə onlara yaxınlaşmayın. Bu Allahın hüdudlarıdır. Fələ təqrabuha, onlara yaxınlaşmayın. Və beləcə Allah Taala öz ayələrini sizə bəyan edir ki, bəlkə Allahdan qorxasınız. İnsanlara bəyan edir ki, bəlkə Allahdan qorxsunlar. Və bu da ayə də dəlalət edir ki, baxın Allah Taala nə dedi? Və la tubashiruhunna və antum aakifun fil masajid. Məscidlərdə olduğunuz zaman. Deməli, etiqaf hardadır? Məsciddə. Bəli. Və həmçinin alimlərdən deməli buyururlar ki, elm əhli bu ayə ona dəlalət edir ki, nədir? Məsciddə olmalıdır. Bəli. Və həmçinin Ayşə radiyallahu anhədən Buxari Müslimin rivayet etdiyi hədisdə buyurur ki, deməli, Allah Resulü sallallahu aleyhi və səlləm bəzən pəncərədən başını gətirərdi məsciddə etiqafda olduğu zaman, mən onun başını darıyardım. Mən onun başını darıyardım. Və huve fil məscidi. Və o məsciddə idi. Və buyurur ki, وَكَانَ لَا يَدْخُلُ الْبَيْتَ إِلَّا لِحَاجَةٍ إِذَا كَانَ مُعْتَكِفًا. Və etiqafda olduğu zaman evə daxil olmazdı, ancaq ehtiyac anında. Və həmçinin alimlərdən İbn Abdülbər rahimehullah və İbn Qudamə və Qurtubi və İbn Şeyxülislam İbn Teymiyyə rahimehullah icma nəql edirlər ki, etiqaf ancaq məsciddə olan şeydir. Ancaq məsciddə olur. Və yaxşı, 3 məsciddən başqası, Məscid-ül Haram, deməli Kəbə, Mədinə məscidi, Peyğəmbər sallallahu əleyhi və səlləm məscidi və Məscid-ül Aqsa. Bu 3 məsciddən başqasında etiqaf etməyin hökmü nədir? Alimlər buyurur ki, 3 məsciddə etiqaf etmək şərt deyil. Yəni mütləq orada olmalıdır deyən şərt yoxdur. Yəni icazəlidir ki, başqa məscidlərdə də etiqaf olunsun. Necə ki,
Alimlər bunu ittifaqla qeyd etmişlər. Və bu Allah Taala'nın ayəsinin ümumundan görünür. Necə ki ayəni zikr etdik Bəqərə surəsi 187. Və la tubashiruhunna və entum akifun fil masajid. Allah Taala nə buyurdu? Məscidlərdə olduğunuz zaman. Və bu da ümumdur. Dəlalət edir ki, nədir? Bütün məscidlər. Necə ki İbn Seymiyyə rahimehullah Şərhül Mumti' əsərində buyurur ki, "Ənə lafzul məsacid amun li cəmi'il məsacid və leysə lil məscid thalathati faqat." Bu ona dəlalət edir ki, bütün məscidlər buna şamildir. 3 məscid sadəcə 3 məscidlə xəssləşdirilməyib. Doğrusunu Allah bilir, bu qədər kifayət eləyər. Velhamdülillahi rabbil alamin.